Qızın şəklini montaj eləmişdi, başı özünküdür, bədən başqasınınkidir, o belə eləmişdi. Gördüm, otaq o qədər qaranlıqdır, vahimə gəldi. O pul var, mənim pulum yoxdur, müstəntiqin ağzına atır, hamısı mənim üstümə atacaq. Dedim, ay Əşrəf, bu nədir o, hər tərəf qandı, sən mənim öyümü yıxmısan ki? Danışdığım 99% yalan. Bakının Suraxanı rayonunda 1969-cu il təvəllüdlü Nərminə Quliyeva və onun 16 yaşlı oğlu Elnur Quluzadəni qətlə yetirdiyinə görə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunan Elşən Muradovun cinayət işi. Bəli, vurmuşam. Amma ötərəm hakim, o qədər sayda bıçaq olmuyor. Kriminalda. 2008-ci il noyabrın 26-sında Suraxanı rayon 30-cu polis bölməsinin əməkdaşları Hövsan qəsəbəsindəki fərdi evlərdən birində üzərində çoxsaylı kəsici dəşici xəsarətlərlə 1969-cu il təvəllüdlü Nərminə Quliyeva və onun 16 yaşlı oğlu Elnur Quluzadənin meyidlərini aşkar ediblər. 2 gündən sonra Bakı şəhər baş polis və Suraxanı rayon polis idarələri əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində öldürülən oğlanın dostu Laçın rayon sakini Elşən Muradov saxlanılıb. Məlum olub ki, o cinayəti törədəndən sonra izi itirmək məqsədi ilə özünə də bıçaq xəsarəti yetirib. Suraxanı rayon polis idarəsi və rayon prokurorluğunun əməkdaşları daxil olmuş məlumatla əlaqədar hadisə yerində müayinə aparıblar. Fayədəki divanın üzərində Nokia markalı telefon cihazı və qana oxşar ləkələr olan qatlama tiyəli, mətbəxdə isə digər bir bıçaq, divanın, onun qarşısındakı xalçanın, döşəmə üzərində istiqaməti qonaq otağına doğru aparan yaxma və hopma formasında iz törədən mənbənin sürətlənərək aparılmasından əmələ gəlməyə xarakterik olan ləkələr, birinci mərtəbədəki qonaq otağının döşəməsində, ev sahibəsi Nərminə Quliyevanın ikinci mərtəbədə olan yataq otağında, döşəmənin üstündə səliqəsiz şəkildə xalça ilə örtülmüş Elnur Quluzadənin meyidləri, hamamda, pilləkəndə, qapının çərçivəsində elektrik açarların, pərdələrin üzərində, holda olan idman çantasında, paltar şkafında, çarpayının ətrafında qan ləkələri və gölməkələri aşkar edilib. Baxış zamanı hər iki meyidin bədənində çoxsaylı kəsilmiş dəşilmiş xəsarətlər, qadının sol yanaq nahiyəsindəki sıyrığın kənarında dəriyə batmış dırnağın 3 hissəsinin qalığı müəyyən edilib. Məhkəmə tibbi ekspertizasının reylərinə əsasən Elnur Quluzadənin döş qəfəsində 4, kürəyində 2 və əl barmaqlarında 3 kəsilmiş yaralar, gicgah nahiyəsində, boynunda və sinəsində qançırlar aşkar edilib. Mərhum Nərminə Quliyevanın müayinəsi vaxtı onun döş qəfəsində 6, kürəyində isə 7 xəsarət, bundan əlavə onun baş, boyun və sifət nahiyələrində kəsilmiş yaralar aşkar edilib. Hər ikisinin ölümünə daxilə nüfuz edən xəsarətlər nəticəsində ürəyin, ağciyərlərin zədələnməsi və massiv qan itirmə səbəb olub. Məhkəmə tibbi ekspertizasının rəyinə görə Elşən Muradovun qarın boşluğuna nüfuz edən sağ əlində, sağ budun aşağı və yuxarı 1/3-nin hissəsində kəsilmiş yaralar aşkar edilib. İbtidai istintaq zamanı müəyyən olunub ki, Elşən Muradov noyabrın 25-i axşam saat 18 radələrində tanışı Elnur Quluzadənin evində olarkən kompüterdə müxtəlif şəkillərə baxıblar. Elnur 19-20 yaşlarında bir şəkil göstərib, qızın gözəllik salonunda işlədiyini, onunla əlaqəsi olduğunu söylədikdə, Elşən bu söz onun xoşuna gəlmədiyindən dostuna iradını bildirərək, qızın namusu ilə oynamamasını, şəklini kompüterdə saxlamağın yaxşı hərəkət olmadığını deyib. Cavab olaraq Elnur onların dilənçi olduğunu, əmilərinin qeyrətsizliyi üstündə bir-birini qətlə yetirdiyini, bu səbəbdən də onun namusdan danışmağa haqqı olmadığını bildirib. Aralarında baş vermiş mübahisə zəminində Elşən gəzdirdiyi qatlama bıçaqla yoldaşına çoxsaylı zərbələr vuraraq onu xüsusi amansızlıqla həyatdan məhrum edib. Sonra özünə haqq qazandırmaq məqsədi ilə mərhumun anası Nərminəyə zəng edərək vacib işi olduğunu bildirməklə evə çağırıb. Axırıncı saat 19:30-da gəlib evə çatıb. Elşən Elnuru öldürdüyünü bildirərək qadına məsləhətləşməyi təklif edərkən həyəcanlanan Nərminə Quliyeva ilə aralarında münaqişə yaranıb. Vəziyyətin gərginləşdiyini görən Elşən Muradov həmin bıçaqla qadına da çoxsaylı zərbələr endirməklə onu qətlə yetirib. Yaranmış zəruriyyətlə əlaqədar cinayət işi Suraxanı rayon prokurorluğundan alınaraq istintaqın davam etdirilməsindən ötürü Bakı şəhər prokurorluğuna verilib.
Elşən Muradov məhkəmədə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli hesab edərək göstərib ki, 2007-ci ildə hərbi xidmətdən qayıdandan sonra atası ilə müxtəlif ünvanlarda fəhlə işləyib, hərdən musiqiçi kimi toylara gedib. Hövsan qəsəbəsində yaşayan Elmir Quliyevi 2008-ci ilin avqust ayında qonşusu Ceyhun Dadaşovun vasitəsilə torpaq alveri ilə əlaqədar tanıyıb. Bundan sonra Elmirin ailəsi ilə, yəni arvadı Nərminə, oğlu Elnur, qızı Rəfiqə ilə də tanış olub. Mən müəllim deyə müraciət eləmişəm. Qızına bacı demişəm, anasına anam demişəm. Heç bir problemimiz də olmayıb bizim. Mehribançılıq olub. Gedmişəm. Oğlu zəng vurdu ki, görüşək. Atamla danışdım, dedim, hə, danışdım Elnur. Dedi ki, 10 dəqiqə görüşək, 4 yolda. Mən də daim gildiyəm. Gəlim gedə evə, kompüterdə şəkil vardı, onu çıxardı. Şeir vardı, onu çıxardı verəcəkdi mənə. Getdi, mesela orada söhbətimiz düşdü. Noyabrın 25-də o Elmir Quliyevlə zəngləşərkən sonuncu piyano aldığını, saat 17-18 arası evlərinə getirmək üçün bir neçə adam tapıb kömək etməyi xahiş edib. Az sonra Elnur Quluzadə ona zəng edib görüşməyi təklif edib. Axşam saat 5-də evlərinin yaxınlığında olan 4 yol adlanan yerdə görüşüblər. Kompüterdə şeir yazmaq üçün Elnurun yaşadığı evə gəliblər. Həmin vaxt bacısı Rəfiqə də evdə olub. Biraz keçmiş Elmir Quliyev zəng edərək işi olduğunu və piyanonun getirilməsini səhərə saxladığını bildirib. Elnur kompüterdə özünün, dostlarının, bacısının, o cümlədən 19-20 yaşlarında bir qızın şəklini göstərib, onun anası Nərminəyə məxsus gözəllik salonunda işlədiyini və onunla əlaqəsi olduğunu deyib. Cavab olaraq Elşən Muradov ona iradını bildirərək qızın namusu ilə oynamamasını, şəklinin kompüterdə saxlamağın yaxşı iş olmadığını deyib. Bu zəmində aralarında münaqişə başlayıb. Elşən bərk qəzəblənib və Elnurun oturduğu stula təpik vurub, əlindəki siqareti pəncərədən çölə atıb üzünü yoldaşına tərəf çevirdikdə, Elnur əlində olan sarı dəstəkli bıçaqla onun əvvəlcə sağ ayağına, sonra isə qarnına zərbə vurub və anası Nərminənin ikinci mərtəbədəki otağına qaçıb. Yaralanan Elşən Elnurun arxasınca yollanıb. Sonuncu şüşə qabı onun sifətinə vurmaq istəyərkən əlindən qabı alaraq başına zərbə vurub. Daha sonra isə bıçağı ələ keçirən Muradov Quluzadəni çarpayıya itələyib və 2 zərbə indirib. Kompüterdə şəkil var idi. Nə şəkil? Qız şəkili. Bilirəm bu şəkil. Hansı qız şəkil? Çox şəkillər var idi də orada. Mən telefonumdan da köçürülmüş şəkillər var idi. Başqa bir qızın da şəkili var idi. Mən də bu qızı tanıyırsan, dedim tanımıram. Dedi ki, bəs mən onunla belə, mən deyəmirəm açıqlığı ilə. Dedim, bəs, yəni, aramda o qızla belə haqq hesablar olub, belə olub. Qızın şəklini montaj eləmişdi, başı özünküdür, bədən başqasınınkidir, o belə eləmişdi. Mən də bunu atasının öz dediyi ilə həmişə ki, buna məsləhət ver, belə. Məsləhətimi verdim ki, Elnur, belə eləmə, bəs bir yerdəyik, gedib gəlirik, sən bizə gəlsən, mən sizə gəlirəm. Lazımdır belə hərəkətlər eləmək. Elnur qayıtdı mənə dedi ki, nə qeyrətdən danışsan, mənə dedi. Bir-iki dənə söz dedim mən orada. Mən onu oturduğu stola təpik atmışam. Özünə də yox, oturduğu stola təpik atmışam ki, eybi yox Elnur. Allah canını sağ eləsin, atova da deyərsən ki, bir də mənə narahat eləməsin. Çönəmdə birinci bıçağı o mənə vurub. Mənim üstümdə bıçaq olmuyor. Yəni, telefon var, gələn zəng var, gedən zəng var. Birinci 30-cu bölmədə bunun hamısı araşdırılmışdır. Sonradan məndən müstəntiq pul tələb elədi. Mən deməm... Bıçağı orada verirsin, sonra daha olmadı. Ondan sonra mən özümdə olmamışam. Ondan sonra özümdə olmamışam. Anası ilə oraya yazılıb ki, anası mənə zəng, mən anasına zəng. Mənim telefonumda kontrol olsaydı, mən həkimə zəng verirəm. Qana bulaşan corabını çıxararaq rəfiqənin otağına keçib, çarpayının üstündə olan əski ilə qanını silib, bıçağı tiyəsini bağlamadan arxa sol cibinə qoyub. Elnurun otağına keçib tapdığı hansısa köynə ilə qarnındakı yaranı bağlayıb, daha sonra mərhumun mobil telefonunu götürüb, kompüteri söndürərək birinci mərtəbəyə düşüb. Təxminən saat 18:30-da Elnurun telefonu ilə onun atası Elmir Quliyeva zəng edib, Elnurla Suraxanıya 38 nömrəli avtobusun sonuncu dayanacağına getdiklərini, orada başqa şəxslərlə Elnurun söhbəti olacağını və onun da təcili həmin yerə gəlməsini deyib. O, Elmirin Suraxanıya getdiyinə əmin olub, Nərminə Quliyevaya zəng edib, Elnurla evdə olduqlarını bildirib.
Təxminən 10 dəqiqədən sonra mərhumun anası evə daxil olaraq onun qan içində olduğunu görüb, nə baş verdiyini soruşan qadına Elşən Elnurla dalaşdığını və sonuncunun meyidinin hazırda 2-ci mərtəbədə olmasını söyləyib. Anası gəldi, girdi içəri. Anası girdi, dedim, bəs bir belədir vəziyyət. Dedim, mən həkim çağıracam. Evdə sizi müalicə eləyəcəm. Narahat olma, gəl otur divanda. Hə, sizi müalicə eləyəcəm. Mənlə Elnuru. Dedim, bəs belə-belə də. Elnur bu söz dedi. Mən ona təpiy atdım, o mənə bıçaqla vurdu. Elnura da bir kəlmə söz dedi ki, niyə belə elədin, nə cəmaatla mən düşmən elədin övsanda, niyə belə elədin, belə söhbətdə. Mən oturdum divanda. Divanda sonradan nə fikirləşdilər, bilməm, mən özümdə də öldüm. Məndə qan çox gedirdi, həddindən aldım. Yəni, o zərər çəkmişin özü də görüb. Mən nə gündə olmuşam, qızı da görüb. Necə mənim şalvarımı çıxardıblar, başqa şalvar veriblər ekspertizya, başqa bıçaq veriblər çerez müstəntiqin əliyinə. Mən xahiş edirəm, o araşdırasın. Çünki axır vaxta qədər o bıçaqla, deyil onun içində başqa bıçaqları var idi. Sonradan bıçaqlar götürüldü. 4-5 bıçaq yox, möhtərəm hakim. Mən 2 bıçaqdan vurulmuşam. Ekspertizya 6-7 dənə bıçaq göndərdilər. Möhtərəm hakim, o bıçağı mən şəkildə deyil oya baxmışam, o bıçaq o deyildi. Nərminə Quliyeva stolun üzərindən bıçağı götürüb onun üstünə gəlib. Onlar əlbəyaxa olan zaman Muradov macal tapan kimi qadının qarnına bıçaqla ardıcıl zərbələr endirib. Nərminə yıxıldıqdan sonra o əlavə zərbələr vurub və artıq onun keçindiyini görüb. Sonra 2-ci mərtəbəyə qalxaraq döşəmədəki xalçanı və çarpayıdakı yorğanı Elnurun meyidinin üstünə atıb. Elektrik lampasını açaraq servanta qoyub ki, evə girən olsa meyidi görməsin. Qapını örtüb, halsız vəziyyətdə bir qədər pilləkəndə oturub. Telefonuna zəng edən Elmir Quliyeva problem yarandığını və evə gəlməsini xahiş edib. Sonuncu suraxanada olduğunu, onları axtardığını, təzliklə gələcəyini deyib. Bundan sonra Elşən 1-ci mərtəbəyə düşüb. Nərminənin meyidini sürüyərək otağa aparıb. İşığı söndürüb, stolun üstünə çıxaraq lampanı açıb və stolun üzərinə qoyub. Otağın qapısını arxadan bağlayıb, açarı televizorun arxasına atıb. Mətbəxə keçib çaydanda olan su ilə sifətini və bıçağı yuyandan sonra divanda uzanıb və bir qədər mürgüləyib. Anası necə yaralandı, möhtərəm hakim? Mən oturdum divanda. Onda gördüm ki, oğlumu vurdu, mənim üstümə gəldi. Bax, istəyirsiniz, açın göstərin bıçağını. Bıçağı vurdu, mən onu qucaqladım. Boynum zadım, hamısı gəlib ekspertizə götürmüşdür dırnağımızdan. Burada hamısını cırıq-cırıq eləmişdi. Onda da bir dənə bıçaq vurmuşam, durmuşam ayağa, yıxılmışam yerə. Orada mənə gəlib iddiam haqqında ki, mən nə bilim, nə eləmişəm, hamısı yalan şeydir, möhtərəm. Oğlum, indi bax, sən deyirəm. Sən faktiki hər iki adam bıçaqla vurmağı deyirəm, düzdür? Bəli, vurmuşam. Amma möhtərəm hakim, o qədər sayda bıçaq olmuyor. Bıçağı mənim üstümə atmağı, birinci qan məndən çıxıb. Axşam saat 21 radələrində küçə darvazasının səsinə oyanıb. Elmir içəri daxil olub ondan nə baş verdiyini soruşduqda, ona deyib ki, güya Elnurun günahından onu suraxanada bıçaqlayıblar. Buna görə də o, Elnuru bıçaqla vurub və hazırda sonuncunu anası Nərminə həkimə aparıb. Elmir evə gələcək həkim görməsin deyə 1-ci mərtəbənin döşəməsini əski ilə silib, sonra şərbət hazırlayıb ona içirdib. Pəncərənin qarşısında bıçaq görən ev yiyəsinə Elşən deyib ki, güya Nərminə Elnuru yaralı vəziyyətdə görüb ona hirslənib. Bıçaqla üstünə gəlmək istəyəndə Muradov kəsici aləti əlindən alıb pəncərəyə qoyub. Buna inanan Elmir Quliyev bıçağı aparıb mətbəxdə yuyub. Təxminən 1 saata yaxın Elşənlə Elmir söhbət ediblər. Ev sahibi onu sakitləşdirərək narahat olmamağı, ona kömək edəcəyini bildirib. Saat 22 radələrində Elmir Quliyev evdən çıxıb və dərsdən qayıdan qızı rəfiqəni qarşılayaraq evə gətirib. Ev yiyəsi Elşən üçün 2 qutu siqaret, şokolad və şirə alıb. Rəfiqə atasının tapşırığına əsasən 2-ci mərtəbədən ona şalvar, dəsmal və ayağını sarımaq üçün əski gətirib. Müttəhimin sözlərinə görə onun halı pisləşdiyi üçün o yuxuya gedib. Biraz keçmiş, kimsə onu oyadıb. Gözünü açıb, başının üstündə polis əməkdaşları və mülki geyimdə olan şəxsləri görüb. Sonra nə baş verdiyi yadında qalmayıb. Mən izahatımı yazım, razıyam. Mən soğuqdan qorxan oğul deyiləm, möhtərəm hakim. Postu düzgünlüyü istəyirəm, düzmü? Nə tərəfə gəlib? Yorum özüm.
İşi qutarandan sonra gündə oturub kafedə yeyib içir. Sakin. Belə çox şeylər var, möhtərəm hakim, hamısını deyəcəm. Amma pul var, mənim pulum yoxdur. Müstəntiqin ağzına atır, hamısı mənim üstümə atacaq. Xeyr olar. Zərərçəkən Elmir Quliyev Nərminə Muradova ilə 1988-ci ildə ailə həyatı qurduğunu, nikahlarından 2 övladı olmasını bildirib. Torpaq alqı-satqısı ilə əlaqədar 2008-ci ilin yayında oğlunun Elnur və Ceyhun adlı dostlarının vasitəsilə qəsəbədə eyni binada yaşayan Elşən Muradovu tanıyıb. Noyabrın 25-də yoldaşının iş yerində olan zaman Elşən ona zəng edərək həyəcanlı vəziyyətdə tez özünü Suraxanıya 38-in axırıncı dayanacağına çatdırmağı təklif edib. Nə baş verdiyini soruşduqda sonuncu Əmircan uşaqları ilə sporlaşdığını, ora gəlməyini, arvadına isə heç nə deməməyi xahiş edib. Yaxınlıqda dayanan Vaz 2107 markalı taksi ilə özünü deyilən yerə çatdırıb. Parkda saat 18:50-yədək Elnurla Elşəni axtarıb, mobil telefonlarına fasiləsiz zənglər edib. Saat yarımdan sonra Elşən Elnurun telefonunu açaraq Elmirin evində yaralı vəziyyətdə olduğunu deyib. Taksi ilə evinə gələn Quliyev həyətin döşəməsində darvazadan evin giriş qapısına dək qan ləkələri olduğunun şahidi olub. O, bundan şübhələnib dərhal evə girməyib. Pəncərədən içəri baxanda Elşənin divanda oturduğunu, televizorun isə yüksək səslə işlədiyini görüb. Mən evə qaydanda gəldim evə, həyətə daxil olanda gördüm həyətdə qan izləri var. Evə daxil olur. Qan izləri var, mən nəsə öz-özündən hələ bir ki, bu mənə elə demişdi ki, bu Əmircan uşaqları ki, sənin oğlu öldürürlər, bıçaqlayırlar. Bu deyən şeydə mən özümü idarə elə bilmirəm həmin vaxtı. Girdim içəridə, girən kimi görüb oturdu. Baxdım, gördüm ki, evdə hər tərəf qandı. Dedim, ay Əşən, bu nədir o, hər tərəf qandı, sən mənim öyümü yıxmırsan ki. Qayıtda o mənə dedi ki, nə üstümə qışqırsan da, oğlunun üstündə olmuşam da, oğlu vururdular, girdim araya, arlaşdıranda bıçaq mənə dəydi. Nətər oldu, necə oldu və sən nətər gəldin? Dedim, mindim bir də taksiyə, bizdə Hövsanda girəcəkdə Pekanı deyən bir yer var. Dedim, göyə gəldim, oradan düşdüm, aralıqlarla sizə gəldim ki, gecədə heç kəs mənim bu qanımı görməsin. Gəldim, oşum, evə çatdım və dedim, hanı və bunlar? Qayıtdı, dedi ki, bibi şeylədir, dedi, tanış həkim var, gedim həkim gətirim səni müalicə elətdirmək üçün. Ana bala bunların ikisi də mənə elə bir ifadə verdi ki, bu ki, bibi tək etməyə borçdu, Elnur'u da özünə apardı. Həmin zaman bu mənə deyəndə gördüm ki, yoldaşımın əl sulkanı elədi, bazarlıqlar elə qapının ağzındadır. Necə var qoyuldu. Mən başladım, zəng elədim, gördüm yoldaşımın telefonuna zəng çatmadı. Söhbət zamanı Elşən Muradov bir neçə dəfə getmək istədiyini desə də Elmir yaralı olduğu üçün onu buraxmayıb. Nərminənin tezliklə həkim gətirəcəyini güman edib. Narahat olduğuna görə fasiləsiz arvadına və oğluna zəng edib, amma telefonlarına zəng çatmayıb. Axşam saat 22:30-da Hövsana çatan qızı rəfiqəni qarşılayıb evə gəldikdə sonuncuya Elnurla Elşənin kimlərləsə dalaşdığını, bu səbəbdən evdə qan ləkələri olduğunu deyib və ona qorxmamağı tapşırıb. Gecə saat 12 radələrində Elşənin xahişi ilə mağazadan şokolad və şirə alıb gətirib. Arvadı ilə oğlundan xəbər çıxmadığı üçün bərk narahat olub, amma eyni zaman qızını evdə tək qoyub getməyə də qorxub. Artıq gecə saat 2-də ikinci mərtəbəyə öz otağına qalxanda ayağına şüşə qırıntıları deyib. Qaranlıq olduğu üçün düşüb alışqan götürüb və yenə yuxarı qalxıb. Alışqanı yandırdıqda döşəmədə qan, xalçanı açanda isə oğlunun meyidini görüb. Bu divanda uzurandan sonra mənim canımı üşütmə gəldi. Mən qalxdım yuxarıya, qalxanda məndə elə bir adət idi, öz otağıma ki, qalxdım, nəsə bir şey tapam giyəm. Əlimi vurdu, bir çı pulu çatırır, bizdə otağa daxil olanda sol tərəfdədir. Gördüm, işıq yanmadı. Yanmadı, otağa baxdım, gördüm, otaq o qədər qaranlıqdır, vahimə gəldi. Elə bir atdım, içəriyə atmışdı, gördüm, ayağının altında şüşə qırıntıları dəydi. Sırazın qayıtdım dala, təzədən aşağıda jarjaka götürdüm. Ki, jarjakanın işığı ilə baxam, gördüm, otağın vəziyyəti çox pis vəziyyətdədir. Dişimə sıxdım, özümü güclə idarə elədim, dedim ki, mən necə elim ki, qızımı mən bu otaqdan çıxadım, qızım burada heç nə bilməsin. Düşdüm aşağı, qızıma dedim ki, qızım, ya sən Dangil yaxındadıq, Dangil yaxandır aparam. Nə qədərdir, qızım razılaşmırdı. Axırı qızımı güclə razılaşdırdım, zəng elədim dostuma, maşınla gəldi. Bu zəng gələndə nə qızım, nə heç kəsə bilmədi. Hələ də çıxdım, həkim adına qırağa çıxanda zəng elədim, dostum maşınla gəldi.
Qayıtdı dedi ki, hara aparsan, qayıtdı dedi ki, bacını hara aparsan, belə də dedi. Dedim ki, qapı qonşuya verib gəlirəm. Bura qapı qonşuya verirəm, gəlirəm. İndi həkim gələcək, polis gələcək, burada dedim, ailəm qarışacaq. O şimdi nəsə bu adına dedim, dedi, hə, yaxşı. Qızımı götürdüm, indirdim maşını, getdim dayısıyla. Dayısıyla qızları bir ki, verdim, dayısı yuxudan oyatdım. Təzədən dayısı, mən dostum, dayısı da öz maşını ilə. Yarı yolda maşını saxladım. Saxladım, dedim ki, hal gələcək, evdə yaralı da var, aləm evdə qarışıbdır, mən neyim? Danışdığım 99% yalandır. Mənim ikinci mərtəbəyə alım yox idi, çıxmalı deyil. Dedim ki, zəng eləyin, xəbər eləyin, bir dənə gəlsinlər, mənim vəziyyətim pisdir. Bir gildə həkimə gedim. Mən fakt bilirdim, onlar həkimə gedim. Onlar bilmirdim o vəziyyətdədir. Mənim elə bir vəziyyətdəydim ki, onları ikinci mərtəbəyə qaldıra bilərdim, nə də ki, suyu parası apara bilərdim. 8 dənə bıçaq almışam, qan içindəydim. Heç bir qram yerimə attım, atmağın alım yox idi. Qaldı ki, ikinci mərtəbəyə çıxım. Neden ki gələn kimi dərhal özün bilsin yaralı. Oğlan gələn kimi, saqqal işin gələn kimi deməli ki, belə bir gələn öyrətmişlər. Onu yolursun, geçsin. Möhtərəm hakim, həmən dəqiqində sinikez, ya da sinikez düşür, ya kola düşür. Məsələn, bir dənə təbii atmışam möhtərəm hakim, o da təbii heç ona dəyməyib, stola dəyməyib. Mən çönüb siqeydi pəncərədən atmaqda enorm bıçaq vurdu. Haradaydı o bıçaq? Bıçaq kompüterin gözündə. Kanunla vurur. Kanunla vurur, göstərim Çık zaman. bayrağı, çık bayrağı. Gel çık, gel bir Yok, çık. bilmeyeceğim. Gel çık, gel bir çık zaldan. Dur zaldan çık. Kaç. Afam sağlam sen kaçır. Möhtərəm hakim, onsuz da kastı. Sakit dur da. Buyur. Onsa kaçırız. Möhtərəm O hakim. böyle açık öğretmiş. Möhtərəm hakim, nəyə törətmişəm? Heç özüm vurulmuşam, özüm ölümsüz vəziyyətdəyəm. Hələ nə tür oldu bundan sonra? Kardeş. Möhtərəm hakim, xahiş edirəm sizdən artıq. Aran katma, dağılın Bu da. sözümü deyirəm, bu sözümü deyirəm. Bu aşımız sonra çox belə. Yeter mi aslında? Danışma. Danış. Nəsimi Əliyev noyabrın 26-sına keçən gecə işlədiyi 30-cu polis bölməsində əməliyyat qrupunda növbədə olub. Təxminən saat 2-də 3 nəfər bölməyə gələrək yaşadıqları ünvanda meyit olduğunu bildiriblər. Evə daxil olub, döşəmənin divarların qan içində olmasını, sonradan adını bildiyi Elşən adlı şəxsin halsız vəziyyətdə birinci mərtəbədəki divanda uzandığını görüb. Ona yaxınlaşıb sirkələyib nə baş verdiyini soruşduqda sonuncu onun kimlərsə tərəfindən döyüldüyünü deyib. Mərhum Elnur'un meydini nə vəziyyətdə tapdı? Deməli, o yataq otağında kravatın ayaq tərəfində yorğan idi, xalçaydı, belə onun altındaydı. Deməli, kravat bölümündə də qan ləkələr, qan laxtaları var idi. Bir də zəhmət olmasa deyin, siz evə girəndə o ev qaranlıq olub da, sizin ifadənizdə burada belə yazılır. Orada ışığı yandırdı, şam yandırdı, spiçka yandırdı. Lampuşka qırıq Necə idi, gördünüz? lampuşka qırıq idi. Nə tər qırıq idi lampuşka? Patrondan açılmışdı, qırılmışdı, nə tər? Şüşəsi qırıq idi. Şüşəsi qırıq idi. Bəs nə tər bildiniz ki, orada meyit var? Mən Nə tər onu də gördünüz? telefonun işığı ilə gəldim, işıqlandırdım. Telefon ışığıyla tapılır. Şeyə qaldıranda birinci baxdım, gördüm, yox idi, dayısı təkid elədi. Burada olmalıdır. Elmir Quliyevin məlumatı əsasında ikinci mərtəbəyə qalxıb otağa baxıb, xalçanı, yorğanı kənara çəkdikdə altında üzü üstə uzanmış meyit aşkar ediblər. Arvadının evdə olmamasından narahat olan ev sahibi zalın qapısının həmişə açıq olduğunu deyib. Bu səbəbdən onlar həmin otağa da baxmağı qərara alıblar. Açarı tapa bilmədiyinə görə sahə müvəkkili Azər Nəsirov qapını itələyib açıb. Onlar döşəmənin üzərində kürəyi üstə uzanmış qadın meyidini görüblər. Bundan sonra həkim briqadası yaralı Elşən Muradovu xəstəxanaya aparıb. Bu özü orada idi demək. Orada uzaq yox. Polis əməkdaşı yaxınlaşdı buna. Bir iki dənə bilmirəm, belə silkələdi, sinəsi dedi, kim elədi, bu da beləsi gözlərini açdı, heç nə demədi, heç nə demədi, baxırdı. Sonra Yeznəm dedi ki, yoldaşım yoxdur. Onda başqa polis əməkdaşları da gəlmişdilər. O dedi ki, bu qapı niyə bağlıdır? Qapını silkələdi, qapı bağlı idi. Dedi ki, bu qapı niyə bağlıdır? Dedi, həmişə qapı bağlı olur, hasar üstündə olur. İndi hasar yoxdur üstündə. Polis əməkdaşı qapını sındırdı, bacını doğrudan tutanmışdı. Məhkəmə gedişatında şahid qismində 6 nəfər dindirilib.
Təyin olunan əlavə ekspertizaya görə prosesə təxminən 1 ay fasilə verilib. Ambulator psixiatri ekspertizasının rəyində göstərilib ki, təqsirləndirilən Muradovda hər hansı xəstəliyin əlamətləri yoxdur. Çıxışlar və təqsirləndirilən şəxsin son sözündən sonra məhkəmədə hökm elan olunub. Məhkəmə tərkibi sübutlar toplusuna qiymət verməklə belə nəticəyə gəlib ki, Elşən Muradov xüsusi amansızlıqla bir nəfəri qətlə yetirdikdən sonra başqa cinayəti gizlətmə məqsədi ilə təkrar adam öldürdüyü üçün onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilib. Hakimlər törədilən ağır cinayətin şəxsiyyət əleyhinə yönəldilməklə ağır nəticələr verməsini nəzərə alaraq Elşən Muradova müstəsna cəza təyin edilməsini məqsədə müvafiq hesab ediblər. Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin hökmü ilə 1985-ci il təvəllüdlü Elşən Muradov ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Hökmdən təqsirləndirilən şəxsin vəkili apellyasiya şikayəti verib onun cəzasının dəyişdirilməsini xahiş etsə də, Bakı Apellyasiya Məhkəməsi 1-ci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.